everyone. Herkese salamlar. Bugün biz sizin hərf birləşmələrini keçməyə davam edirik. Bizim növbəti hərf birləşməmiz C və K hərflərinin birləşməsidir. C və K hərfləri birləşərək K səsini verir. K. Misal üçün, black. Sözün sonuna fikir verin. C və K hərfləri birləşdi və K səsini verdi. Black, yəni qara. Növbəti hərf birləşməsi Q və U hərflərinin birləşməsidir. Q və U birləşir və KV kimi oxunur. KV. Misal üçün, Queen. Queen. Queen kraliçə deməkdir. Q və U hərfləri sözün əvvəlində birləşdi. Sözdə KV səsini verdi. Alındı. Queen. Növbəti hərf birləşmələrimizlə çox ehtiyatlı olmalıyıq. Belə ki, bu birləşmələrdə hərflərin bəziləri oxunmur, yəni heç bir səs vermir. Bunlardan birincisi W və A hərflərinin birləşməsidir. W hərfi A hərfinin qarşısında gələrsə, oxunmayacaq, heç bir səs verməyəcək. Misal üçün, right. Right. Eşidirsinizmi tələffüzü? Biz R-dan başlayırıq. Right. W artıq heç bir səs burada vermir. Right yazmaq deməkdir. Digər bir misal, wrong sözü. Wrong, yanlış, səhv deməkdir. Burada da sözün əvvəlində W və R hərflərinin birləşməsi var. Yenə də W hərfi R hərfinin qarşısında gəldiyinə görə oxunmayacaq, tələffüz olunmayacaq və biz sözü wrong deyəcəyik. Heç bir təqdirdə bu sözü wrong kimi deməyin. Wrong deyilən bir söz yoxdur ingilis dilində və wrong, düzgün deyiliş belədir. Digər bir hərf birləşməsi G-H hərfi birləşməsidir. G və H hərfləri birləşərkən, bir yerdə yazılarkən bu hərf birləşməsi səslənmir. Yəni sözün tərkibində yazılır, amma oxunmur. G-H hərf birləşməsi sözün ortasında gələrsə heç bir səs verməyəcək. Misal üçün, right. Right, doğru, düzgün deməkdir. Bu sözün ikinci mənası sağ tərəf deməkdir. Right. Siz fikir verdinizmi? Right. Və burada da right. Bəli, bu sözlər eyni cürə deyilir. Amma yazılışları fərqlidir. Okay? Yazılışları fərqlidir, amma eyni cürə deyilir. Təbii ki, tərcümələr də fərqlidir. Əgər W, R, I, T, E yazarıqsa, right sözü yazmaq mənasını verir. Əgər R, I, G, H, T yazarıqsa, bu söz doğru, düzgün mənasını verir və digər bir mənası sağ tərəf deməkdir. Başqa bir misal deyək, G-H hərfinin səslənmədiyi bir söz, fight. Fight, dava, döyüş deməkdir. Və başqa bir mənası da dava etmək, döyüşmək mənasına gəlir. Burada da G-H sözün ortasındadır, amma heç cürə oxunmur, heç cürə səslənmir. Fight. Bəzən G-H hərf birləşməsi sözün axırında gələrkən F səsini verə bilər. Çox nadir hallarda baş verir. Çox zaman sözün axırında da oxunmur. Bəzən sözün axırında F səsini verir. Misal üçün, enough. Fikir verirsinizmi? G-H hərf birləşməsi sözün axırındadır və F səsini verir. Enough. Digər bir söz, cough. Cough. Yəni, G-H hərf birləşməsi sözün axırındadır və F səsini verir. Enough, bəsdir, kifayətli deməkdir. Cough isə öskürək və ya öskürmək deməkdir. Tərkibindəki hərflərdən birinin oxunmadığı digər bir hərf birləşməmiz
K və L hərflərinin birləşməsidir. K hərfi sözün əvvəlində L hərfinin qarşısında gələrsə oxunmayacaq. Buna misal olaraq know, bilmək, knife, bıçaq, knee, diz. Fikir verirsinizmi? Sözlərin hamısında K-N hərf birləşməsi var sözün əvvəlində və heç birində K hərfi tələffüz olunmur. Biz sözü M hərfindən başlayırıq. Bugün biz sizdən daha 4 hərf birləşməsini öyrəndik. Gələn dərs üçün, yəni gələn həftənin bazar ertəsi üçün bu hərf birləşmələrin hamısını öyrənin. Keçən dərsdə öyrəndiyimiz hərf birləşmələrini isə təkrarlayıb möhkəmləndirin. Və hərf birləşmələrini öyrənərkən misal kimi bu hərf birləşmələrin tərkibində verdiyim sözləri də mütləq öyrənin. Bu sözlərin həm düzgün yazılışını, həm düzgün deyilişini öyrənməlisiniz ki, sözü həm düzgün deyə biləsiniz və düzgün yaza da biləsiniz. Dərsi öyrənərkən hər hansı bir sualınız əmələ gələrsə, mütləq bu sualları yazıb mənim Facebook səhifəmə və ya mail adresimə göndərin və hər birinizin sualını cavablandıracağım. Bugünlük bu qədər. See you next lesson. Gələn dərs görüşərik.